Salamlayıram sizi, əziz bacılarım, əziz qardaşlarım. Xoş gördük hər birinizi. Hər biriniz Allahın sözünü, Allahın kəlamını dinləməyə xoş gəlmisiniz. İstəyərdim birbaşa keçim vəzimə. Bugünkü vəzim Yeşaya Peyğəmbərin kitabı 6-cı fəsil 1-ci ayədən 10-cu ayə kimi olacaq. Gəlin bir yerdə bu ayələri düşünək, oxuyaq və sonra bu ayələr üzərində mən öz fikirlərimi sizinlə bölüşəcəyim. Ayə belə başlayır. Padşah Uziya ölən il mən Xudavəndi gördüm. O uca və əzəmətli taxta oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar dayanmışdı. Hər birinin 6 qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə də uçurdular. Biri o birinə səsləyib deyirdi: Ordular Rəbbim müqəddəsdir, müqəddəsdir, müqəddəsdir. Bütün yer üzü onun əzəməti ilə doludur. Serafların səsindən qapı çərçivələri və kandarları sarsıldı. Məbəd tüstü ilə doldu. Mən dedim, vay halıma, həlak oldum. Çünki ağzı murdar bir adamam, həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq qarşımda padşahı, ordular Rəbbini gözlərimlə gördüm. Seraflardan biri mənə tərəf uçub əlində maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. O kömürlə dodaqlarıma toxunaraq dedi: Budur, bu kömürü dodaqlarına dəydi, pisliyin silindi, günahım bağışlandı. Sonra Xudavəndin səsini eşitdim. Kimi göndərim? Bizim üçün kim gedəcək? Mən dedim, mən buradayam, məni göndər. Amin. Burada başlayır ki, Uziya padşah ölən ili, istəyərdim qısa məlumat verim ki, Uziya padşah kim idi? Uziya padşah İsrail padşahlarından, yaxşı padşahlardan biri idi və o yaxşı işlər görüb, hətta Kəlam deyir ki, onun şöhrəti uzaqlara yayıldı. Çünki ona möcüzəli şəkildə kömək olduğuna görə o çox möhkəmləndi. Allahın ruhu, Allahın qüdrəti möcüzəli şəkildə padşah Uziyaya kömək edirdi və onun padşahlığının sədası, sorağı çox ölkələrə, çox ətrafa yayılmışdı. Və amma Kəlam deyir ki, sonra Uziya padşah qürurlandı və buxur yandırmaq üçün məbədə girdi ki, buxur qurbanı təqdim etsin. Və kahinlər onu dayandırdılar. Dedilər, bu sənin işin deyil. Bu kahinlərin işidir. Allah səni vura bilər, cəzalandıra bilər. Və həmin anda da Allah onu vurdu və o cüzam xəstəliyinə tutuldu. Və ömrünün axırına kimi bir otaqda tək tənha cüzam xəstəliyi ilə yaşadı və sonra dünyasını dəyişdi, öldü. Və Yeşaya Peyğəmbər deyir ki, həmin ili, həmin o Uziya padşah ölən ili mən Rəbbi gördüm, Xudavəndi gördüm. Deyir, o uca və əzəmətli taxta oturmuş, geyimlərinin ətəyi məbədin döşəməsini bürümüşdü, örtmüşdü. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, insanlar düşünürlər ki, hansısa padşahlıq daha güclüdür. İnsanlar düşünürlər ki, hansısa ölkənin padşahı əbədidir. Amma insanlar bilmirlər ki, ən güclü padşah məhz Allahdır. İnsanlar düşünmürlər ki, ən qüdrətli padşah məhz Allahdır. O dövrdə insanlar elə düşünürlər ki, ən güclü padşah Uziyadır. Nəinki o dövrdə, hətta nəinki o şəhərdə, hətta digər ölkələrdə belə Uziyanın padşahlığının möhtəşəmliyi yayılmışdı. Amma insanlar başa düşmürlər ki, ən güclü padşah qürurlandı və cüzam xəstəliyinə, adi bir xəstəlikdən sağala bilmədi. Və bu gün də sən düşünə bilərsən ki, hansısa bir insan daha güclüdür, hansısa bir insan daha qüdrətlidir. Amma unutma əziz bacım, qardaşım, ən güclü padşah Allahdır. Ən qüdrətli padşah Allahdır. Sarsılmayan padşah Allahdır. Onun qüvvəsinin qarşısında dayana biləcək bir şəxs olmayan qüdrətli şəxs Allahdır. Və ona görə də deyilir ki, mən Xudavəndi uca və əzəmətli taxta oturmuş gördüm. Əsl padşah o idi. Və Kəlam deyir ki, onun deyir, taxtı çox əzəmətli idi və onun geyiminin ətəyi məbədin döşəməsini bürümüşdü.
Bəli, Allahın padşahlıq libasının ətəyi məhz məbədin döşəməsini, məbədin yerini bürümüşdür. Yəni, insanlar məbədə gələndə Allahın huzuruna gəlirlər. İnsanlar məbədə, toplantıya gələndə Allahın önünə, onun taxtının qarşısına gəlirlər sanki. Onun ətəyinin huzuruna gəlirlər sanki. Hətta elimizdə bir söz var, deyir ki, o insan o qədər yaxşı insandır ki, onun ətəyində dua etmək olar. Onun ətəyində ibadət etmək olar. Bəli, bu fikir bizim xalqımızda, elimizdə var. Bu Allaha məxsus bir sözdür. Bax, bu sözün tarixi buradan gəlib ki, Allahın paltarının, libasının ətəyi məbəddədir. Gəlin məbəddə dua edin. Gəlin məbəddə ibadət edin. Bu demək deyil ki, biz evdə dua etsək, biz evdə ibadət etsək, bu sayılmır. Xeyr, bu da məqbuldur, bu da sayılır. Amma Allahın huzuru, Allahın geyimlərinin ətəyi kəlam deyir ki, məbədin döşəməsini, məbədin polunu, məbədin yerini bürüyürdü. Və Yeşaya bunu belə görür, o bunu təsvir etmir, o bunu eşitmir. O deyir ki, mən bunu gördüm, Allah öz taxtında oturmuşdu. Və əziz bacılarım, qardaşlarım, padşahın huzuruna hər adam gedə bilməz. Padşahın huzuruna hər adam gələ bilməz. Padşahın huzuruna hər adam çıxa bilməz. Amma müqəddəs kəlamda deyilir ki, müqəddəs kəlamda onun huzurunda mələklər dayanmışdı və İncil kitabında da deyilir ki, biz onun huzuruna cəsarətlə yaxınlaşa bilirik. Biz onun övladları, onun huzuruna gələ bilirik. Sən əsl padşahın, sən kainatın padşahının huzuruna cəsarətlə, alnı açıq, üzü ağ gələ bilərsən. Çünki sən onun oğlusan. Çünki sən onun qızısan. Çünki sən onun övladısan və bu şansı, bu üstünlüyü sənə, mənə, bizə verən İsa Məsihdir. İsa Məsih iman sayəsində biz padşahın huzuruna cəsarətlə və onun taxtına əminliklə yaxınlaşırıq. Müqəddəs kitabda sonra nə yazılıb bu ayələrdə? Yazılıb ki, onun ətrafında seraflar dayanmışdı. Hər birinin 6 qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını, ikisi ilə də örtmüşdülər, ikisi ilə də uçurdular. Biri o birini səsləyib deyirdi, ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir. Bütün yer üzü onun əzəməti ilə doludur. Bəli. Əziz bacılarım, qardaşlarım, Rəbbin huzurunda həmişə mələklər dayanırlar. Mələklər dayanırlar Rəbbi izzətləndirmək üçün. Onun möhtəşəmliyini ucaldmaq üçün və onlar dayanmadan deyirlər, Rəbb müqəddəsdir, Rəbb gözəldir, Rəbb yaxşıdır, Rəbb əzəmətlidir. Və bir məqsədlə də onun huzurunda dayanırlar. Bizi qurtarmaq üçün, bizə kömək etmək üçün. Allahın mələkləri dayanırlar Allahı izzətləndirmək üçün və sənə yardım etmək üçün. Allah onlara tapşırıq verəndə onlar o dəqiqə onu icra etsinlər. Həmişə Rəbbin huzurunda sənə görə mələk dayanıb. Həmişə Rəbbin huzurunda sənə kömək etmək üçün bir mələk dayanıbdır. Ki, sən çətinlikdə olsan, sən darda olsan, sən sıxıntıda olsan, sən kədərdə olsan, Allah desin ki, get mənim övladıma bunu et. Ged onu xilas et, ged onu qoru, ged onu qüvvətləndir, ged onu ruhlandır. Və kəlam deyir ki, o mələklərin 6 qanadı var idi və o mələklər 2 qanadları ilə üzlərini örtürdülər. Allahın nuru, Allahın əzəməti o qədər möhtəşəmdir ki, hətta mələklər belə başlarını qaldırıb onun o nuruna, onun əzəmətinə baxa bilmirdilər. Ona görə üzlərini örtürdülər və ikisi ilə də uçurdular və ikisi ilə də ayaqlarını örtürdülər. Və bu mələklər gecə-gündüz Allahı izzətləndiриrdilər və bu onların ibadəti idi. Göydə həmişə ibadət gedir. Rəbbə həmişə ibadət olunur mələklər tərəfindən və Rəbbimizin bir arzusu, bir məqsədi var bizdə. Biz də həmişə ona ibadət edək. Biz də onun mələkləri kimi ona qulluq edək, onun huzurunda onu izzətləndirək, onun huzurunda onu ucaldaq. Onun huzurunda onu tərifləyək, həyatında etdiklərinə görə ona minnətdar ol. Səni xilas etdiyinə görə ona minnətdar ol. Sənin üçün etdiklərini başqaları ilə bölüş.
Allaha ibadət budur. Dua elə, ilahi oxu. Rəbb səndən, məndən bunu istəyir. Necə ki, o mələklər bütün günü onun huzurunda ona ibadət edirdilər. Çünki bizim Allahımız, bizim Rəbbimiz buna layiqdir. Və sonra nə baş verir burada? Və birdən-birə Yeşaya Peyğəmbər deyir ki, mən dedim bu şeyləri görəndən sonra. Deyir, mən bu şeyləri görəndən sonra mən dedim, vay halıma, həlak oldum. Çünki ağzı murdar bir adamam, həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq qarşımda padşahı, ordular Rəbbini gözlərimlə gördüm. Yeşaya bir anlıq Allahı görən kimi özünü görür. O deyir, vay mənim halıma, mən nə vəziyyətdəyəm, nə gündəyəm, nə qədər mənim günahlarım var və mənim ağzım nə qədər murdardır. Əziz bacım, qardaşım, insan Allahı görən kimi insan özünü görür. İnsan Allahın əzəmətini görəndə özünün nə qədər günahkar, nə qədər natəmiz, nə qədər iyrənc bir vəziyyətdə olduğunu görür. Bu Allahın əzəmətidir. Bu Allahın nurudur ki, səni sənə göstərir, səni ifşa edir. Əgər bu şeyi yaşamamısansa, əgər bu şeyi həyatında hiss etməmsən, bu vəziyyətə düşməmisənsə, yalvar. Yalvar bugün Allaha ki, ya Rəbb, mən də sənin o əzəmətini görmək istəyirəm. Və o əzəmətinin nuru mənə mənim özümü göstərsin. Mənə mənim günahlarımı göstərsin. Mənə mənim hansı vəziyyətdə olduğumu göstərsin. Yalvarıram sənə. Mən də səni görmək istəyirəm. Necə ki, Yeşaya Peyğəmbər deyir, bu vəziyyətdə olmağıma baxmayaraq önümdə padşahı, ordular Rəbbini gördüm. Allah özünü sənə göstərməyə qadirdir. Və Allah bu şeyi sənə yaşatmağa qadirdir. Və Peyğəmbər deyir ki, mən həlak oldum, vay mənim halıma. O sanki bütün günahlarını Allahın huzurunda etiraf eləyir. Və o günahkar olduğunu qəbul edir ki, mən bu cür insanam, ya Rəbb. Mən ağzı murdaram, mən paxılam, mən qürurluyam, mən yalancıyam, mən qəzəbliyəm, mən zinakaram, mən bu cürəm, ya Rəbb, məni bağışla. Və bu cür insanlar arasında yaşayıram. Məni bağışla. Və sonra yazılıb ki, seraflardan biri mənə tərəf uçdu. Əlində maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. O kömürlə dodaqlarıma toxunaraq dedi, budur, bu kömür dodaqlarına dəydi, pisliyin silindi, günahların bağışlandı. Amin. Amin. Allah bunu hər birimiz üçün etsin. Allahın mələyi bunu hər birimiz üçün etsin. Bilirsiniz, orada mələk adi bir iş etmədi ki, Yeşaya səni bağışladıq, səni təmizlədim, sənə kömək etdim. Xeyr, deyir Allahın qurbangahından yanan bir kömür götürdü və yanan kömürlə mənim dodaqlarıma toxundu və dedi sənin günahın silindi. Sanki məcazi mənada yandırdı, alovla təmizlədi. Günahlar elə belə təmizlənmir. Get təmizsən, səni azad etdim. Yox. Allahın odu lazımdır. Allahın alovu lazımdır ki, səni azad etsin. Düşünmə ki, elə bu yalandan azad ol. Mən bir də yalan danışmayacağım. Xeyr, bu asan deyil. Mən bir də zina etməyəcəm. Mən bir də paxıllıq etməyəcəm. Mən bir də qəzəblənməyəcəm. Bu asan deyil. Allahın bir odu, alovu lazımdır ki, o od, alov, oddan keçəsən, sən təmizlənəsən. Əsl qızıl biz bilirik ki, odla alov, bir çox metallar alovdan keçəndən sonra təmiz olur. Biz də fikir verin, Yeşaya Peyğəmbər adi bir söz dedi. Dedi, mən ağzı murdar bir adamam. Amma mələk yanar Allahın huzurunda, qurbangahda yanar bir od var və oradan bir kömürü götürdü və dedi ki, sənə toxundum. Bu kömür sənə toxundu, sənin günahın bağışlandı və silindi. Ona görə arzum budur ki, hər birimizin günahını Allah bağışlasın. O oduyla, alovuyla Allah hər birimizə toxunsun. Hər birimizi zinadan, yalandan, paxıllıqdan, qəzəbdən, murdar iyrənc düşüncələrdən azad eləsin və biz müqəddəs olaq və biz təmiz olaq və biz pak olaq. Bu Allahın arzusudur. Bu Allahın istəyidir. Allah əmr etdi o mələyə.
Allah əmr etdi ki, götür o oddan, toxun Yeşayanın ağzına, qoy o təmizlənsin, onun günahı var. Və mələk o dəqiqə onu icra etdi. Arzum budur, Allah o mələyinə əmr etsin, hər birimizə toxunsun o mələk. Və hər birimiz azad olaq, hər birimiz təmizlənək. Və sonra nə yazılıb? Sonra Xudavəndin səsini eşitdim. Bütün bu proseslərdən sonra, bütün bu təmizləmədən sonra, bütün bu Allahı görəndən sonra, Allahın huzurunda onu hiss edəndən sonra, deyir, sonra mən onun səsini eşitdim. Allah danışan Allahdır, əziz bacım, qardaşım. Allah səninlə danışmağa qadirdir və bunu istəyir də. Sən də istəsən, Allahın, sən sahibinin səsini eşidərsən. O səninlə danışa bilər. O sənə öz istəyini deyə bilər. O sənə öz arzusunu deyə bilər. Öz sözlərini sənə deyə bilər. Yalvar bu gün deyən, ya Rəbb, danış mənimlə. Mən də Yeşaya kimi sənin səsini eşitmək istəyirəm. Mən də Yeşaya kimi səni görmək istəyirəm. Mən də Yeşaya kimi təmizlənmək istəyirəm. Ya Rəbb, yalvarıram, danış mənimlə. Və Yeşaya deyir ki, onun səsini eşitdim. Rəbb belə dedi. Kimi göndərim? Bizim üçün kim gedəcək? Mən dedim, mən buradayam, məni göndər. Şey verin, artıq indiyənə kimi biz Allahın əzəmətini gördük, mələkləri gördük, mələyin hərəkətini gördük, Yeşayanın sözlərini gördük. İndi isə biz bir fərqli səs eşidirik. Bu səs Rəbbin səsidir. Rəbb başlayır danışmağa. Və danışaraq deyir ki, kimi göndərim? Bilirsiniz, əziz bacılarım, qardaşlarım, Rəbb hər şeyə qadirdir. Rəbbə sənin gücün, sənin qüvvətin lazımdır. Onun buna ehtiyacı yoxdur. O özü hər şeyi etməyə qadirdir. Amma o istəyir ki, bunu sənin vasitənlə etsin. O istəyir ki, bu gözəl bir işdə, bu xeyirdualı bir işdə sənin bir payın, sənin bir hissen olsun. O bizdə də var, deyir, mən bunu özüm eləyərəm. Amma istəyirəm ki, bunu sən edəsən. Bu işdə sənin də bir qazancın olsun, mənfəətin olsun, hörmətin olsun. Sən də bir tərif alasan, sən də bir qabağa gedəsən. Mən bunu yetərincə etmişəm. Bax, Allah bunu istəyir bizdən, əziz bacım, qardaşım. Bəli, Allah məni, başqalarını, hamını xilas etməyə qadir. Amma onu sənin vasitənlə etmək istəyir. Və səni, bizi o qədər azad yaradıb ki, Allah biz insanları məcbur etmək istəmir. Allah istəyir ki, biz bunu könüllü edək. Ona görə soruşur, kimi göndərim? Kim getmək istəyir? Kim mənim işlərimi görmək istəyir? Kim istəyir ki, mən onun vasitəsilə öz qüdrətimi göstərim? Onun vasitəsilə insanları xilas edim. Bunu kim istəyir? Kim özünü mənə həsr etmək istəyir? Kim öz qüvvətini, vaxtını mənə vermək istəyir? Bunu Allah soruşur. Bugün bizdən, sizlərdən kim? Sizlərdən kim istəyir həyatını mənə həsr etsin? Vaxtını mənə versin. Bütün dünyadan çıxıb tamamilə iman yoluyla getsin. Kim bunu istəyir? Siz nə qədər insanlar İsa Məsihi qəbul ediblər? Deyiblər, mən həyatımı sənə verirəm. Mən ömrümün axırına kimi sənin ardınca gedəcəm. Mən sənin sözlərini hər yerə yayacam. Amma sonra üzlərini çevirib və dönüblər, gediblər. Və bugün də belədir. Bugün də bir çoxları yenə də dönməkdə davam edir. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, müqəddəs kitabda, İncil kitabında İsa Məsih deyir ki, məhsul çoxdur, işçilər azdır. Məhsulun sahibi olan Rəbbə yalvarın ki, məhsulu toplamaq üçün işçilər göndərsin. Bugün də işçilər azdır. Bugün də nə qədər insanların Allahın sözünə, Allahın sevgisinə, ümidinə, təsəllisinə, xilasına ehtiyacları var. Və bunun üçün Allah səndən, məndən istifadə edib o insanlara xoş xəbəri çatdırmaq istəyir. Allah istəyir ki, sən könüllü olaraq bu işi görməyə razı olasan. Sən ürəkdən bu işi görməyə istəyəsən və Allah səni göndərsin. Ona görə Allah deyir, Allah bugün də tək Yeşayaya yox, bugün Azərbaycana, bugün bu sözləri eşidən sənə deyir. Kimi göndərim? Kim getsin? Yəni sən getmək istəmirsən, o getmək istəmir, o birisi istəmir. Mən kimi göndərim? Kim getsin?
Və Yeşaya orada çox gözəl bir cavab verir. Deyir, mən buradayam. Mən buradayam, sənin qarşındayam, ya Rəbb, məni göndər. Gəlin bugün biz də bu sözü ürəyimizdə Allaha deyək, ya Rəbb, mən bugün buradayam, məni göndər, sənin qarşındayam, məni göndər. Ola bilsin zəifsən, ola bilsin günahkar hiss edirsən özünü, ola bilsin sıxıntıdasan, ola bilsin bacarmırsan, gücün çatmır. Amma bütün o zəifliyinlə, günahlarınla, bütün o acizliyinlə, bütün o qorxunla, təlaşınla, həyəcanınla gəl Rəbbin huzuruna, denən mən buradayam, məni göndər. Mən zəifliyimlə buradayam, məni göndər. Günahlarımla buradayam, məni göndər. Qorxumla buradayam, məni göndər. Narahatçılığımla buradayam, məni göndər. Yetər ki, buna razı ol və Rəbb sənin o günahlarını təmizləyəcək. Rəbb sənin o zəifliyi qüvvətləndirəcək. Rəbb sənin o narahatçılığını götürəcək. Rəbb sənin o həyəcanını sakitləşdirəcək və səndən öz qüdrəti, öz gücü ilə istifadə edəcək. Sadəcə bu addımı at, sadəcə Rəbbə izin ver. Denən, ya Rəbb, mən buradayam. Məni göndər Azərbaycana. Məni göndər Azərbaycanın bölgələrinə. Məni göndər Azərbaycanın kəndlərinə, qəsəbələrinə, şəhərlərinə. Məni göndər, ya Rəbb. Gedim sənin sözünü bəyan edim. Gedim sənin o padşahlıq qüdrətini, o əzəmətini onlara da danışım. Ki Allah səni sevir. Allah əsl padşahdır. Allah səni xilas etmək istəyir. Allahın huzurunda mələklər var ki, hansı ki gözləyirlər ki, sənə kömək etsinlər. Bacım, qardaşım, iman et. Allah sənə görə öz oğlunu qurban verib. Onu qəbul et, xilas ol. Allahın gördüyü iş çox möhtəşəm işdir ki, İsa Məsihi sənə görə, mənə görə qurban verib ki, bizi xilas etsin. Sadəcə bunları yaymağa razı ol. Bunları etməyə razı ol. Yeşaya kimi denən, ya Rəbb, mən buradayam, məni göndər. Və ondan sonra Allah sənə göndərəcək və sənin vasitənlə qüdrətli işlər görəcək. Bilirsiniz, həvarilər qayıdıb gələn İsa Məsihə bilirsiniz nə dedilər? Onlar sevinirdilər ki, ya Rəbb, biz getdik, şəfa verdik, cinləri qovduq, ölüləri diriltdik, xəstələri sağaltdıq, bir çox möcüzələr etdik sənin adınla. Bilirsiniz niyə etdilər? Çünki onlar razı oldular İsa Məsihin onları göndərməsinə. İsa Məsih deyəndə ki, 2-2 sizi kəndlərə göndərəcəm, onlar dedilər, baş üstə göndər. Və onlar getdilər, nə qədər böyük, gözəl xəbərlərlə qayıtdılar, gəldilər. Sən də razı olsan. Sən də bu fikirləri qəbul etsən. Sən də desən, ya Rəbb, mən buradayam, məni göndər. Allah sənin həyatında o qədər heyrətamiz işlər görəcək. O qədər sənin vasitənlə möcüzələr göstərəcək ki, demirəm şəfa verəcəksən, demirəm ölünü dirildəcəksən, demirəm hansısa bir möcüzə edəcəksən, yox, sadəcə insanların dəyişildiyini görəcəksən. Sənin sözlərinlə insanların necə iman edib xilas olmalarını görəcəksən və onların şahadətçiliklərini eşidəcəksən, heyran olacaqsan. Bunu eşitmək istəyirsən, bunu yaşamaq istəyirsən, bunu dadmaq istəyirsən, Allahın qüdrətini sənin vasitənlə işlədiyini görmək istəyirsən, sadəcə denən Yeşaya kimi, ya Rəbb, mən buradayam, məni göndər. Amin. Gəlin hamımız bir yerdə deyək, mən buradayam, məni göndər. Mən buradayam, məni göndər. Amin. Qoy bu işlərə hər birimizə xeyir dua versin və öz qüdrətini hər birimiz vasitəsilə xalqımıza və bütün dünyaya göstərsin. Amin. Amin.